Günün iqtisadiyyat xəbərlərini mən Nəsir Aytəkin təqdim edirəm. Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. Azerlight markalı neftin bir barelinin qiyməti $0,62 və yaxud da ki %0,92% azalaraq $66,65 olub. Ölkənin nar ixracından gələn gəliri 32% artıb. Bu il yanvar-aprel aylarında Azərbaycandan $4,2 milyon dəyərində 5000 ton nar ixrac edilib. Hesabat dövründə nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 31,7% çoxdur. Azərbaycanda ötən il dövriyyədə kağız və metal pullar 130 milyon 896 min manat artıb. 31 dekabr 2024-cü il tarixində tamamlanan il ərzində Azərbaycan Mərkəzi Bankı çap şirkətlərindən 84 milyon 140 min manat məbləğində yeni kağız və metal pul nişanları təhvil alıb. Əvvəlki ildə bu göstəricinin həcmi 550 milyon 896 min manata bərabər idi. Son 10 ildə qlobal kapital bazarlarının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Hazırda bu bazarların ümumi həcmi 300 trilyon ABŞ dollarını keçmişdir. Bunu Mərkəzi Bankın baş direktoru Tərlan Rəsulov bugün Bakıda keçirilən maliyyə investisiya forumunda çıxışı zamanı bildirib. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 31,8 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixal edib. Ötən ilin eyni aylarla müqayisədə 15,4% çoxdur.